Assalamu alaikum. Maşallah. İndi qaytar əmin özünə. Maşallah, maşallah. Allah razı olsun. Qardaş, İslam həyatında nəyi dəyişdi? Onu sadalasıq, yəni çox vaxt aparar. Yəni İslam həyatımıza nəyi dəyişmədi ki? Onlardan birisi daha gözəl, ədəbli olmağı, kiçiyindən böyüyünə necə davranmağı, yəni hətta bəzilərinin umursamadığı olan bir balaca yolun kənarında ölmüş bir heyvana qarşı necə davranmağı bizə İslam öyrətir. Assalamu alaikum. Aleykümselam. Necəsən bax qardaş? Elhamdülillah, yaxşılar. İslam həyatında nəyi dəyişdi? İslam həyatımda çox şey dəyişdi. Məsəl üçün, birinci elə düşüncəni dəyişdi. Yəni baxış tərzini dəyişdi. O qəlbində olan rahatlığı dəyişdi. Assalamu alaikum qardaş. Və aleykümselam və rahmetullah. Qardaş, İslam həyatında nəyi dəyişdi? İslam həyatımda hər şey dəyişdi. Ən əsas dostlarımı dəyişdi. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim Allah üçün bir şeyi tərk eləyərsə, Allah azza və cəllə ona ondan daha xeyirlisini nəsib eləyər. Mənim də indi keçmişdə olub da, yəni ibadət əhli olmayan, müsəlman olmayan belə insanlarla dostluğum olub. Mən onları Allah üçün tərk eləmişəm. Allah Taala sizin kimi gözəl qardaşlar nəsib eləyir. Əvvəl sən rəssam idin qardaş. İndi də rəssamam. Məsələn indi halal çərçivədə. Muhammed qardaş, İslam həyatında nəyi dəyişdi? Bütün mənfi xüsusiyyətləri belə deyə, yəni düzənləyib, düzənə qoyub, əlhəmdülillah, yəni belə. Əfsələddin qardaş, İslam həyatında nəyi dəyişib? Haramlardan uzaq durmağı. Biri bu. Düşünməyi. Əvvəllər sahil vaxtı düşünməyə önəm vermirsən. Heyvanlar kimi yat, yaşa. Amma İslam gəldikdən sonra artıq düşünürsən. Yəni bu şəkildə. Əziz qardaş, İslam həyatında nəyi dəyişib? Böyük günahları işləmirəm. Çox şey dəyişib, amma ən əsas şey böyük günahlardan çəkinirəm. İlkin abi, İslam həyatında nəyi dəyişib? Hər şey İslam həyatına özüdür da, yəni dəyişilməyən heç nə yoxdur. Belə dindir ki, yatandan durana kimi hər şey qarışır. Ona görə də insana xoşbəxtlik verir. Allahım da olsun, İslam'a girəndən sonra sağalmışıq, elə bil. Xəstə idik, sağalmışıq. Düzdür, tam olmasa da, haqqı ilə yaşamasaq da tam olaraq. Amma Allahım da olsun, gücümüz çatan qədər çalışırıq. Və fəxr edirik ki, Allaha itaət edirik, bu dini yaşamağa çalışırıq. Qardaş, İslam həyatında nəyi dəyişdi? İslam gələndən sonra təvəkkülüm daha da artdı. Əvvəl mən şeylərə, insanlar sana danışır, mən çox təvəkkülürdüm. Təvəkkülüm artdı, artıq ilk növbədə. Sonra mənəviyyatımı çox yüksək səviyyədə qaldırdı. Yəni çox təkəbbür kimi çıxmasın. Zaten bura qonaq kimi gəlmişik. Yəni qonaq olduğumu da öz dərk edirdim də İslamdan sonra Allah əmdə olsun. Abi, İslam həyatınızda nəyi dəyişdi? Düz yolu tapmağımı, düz yoldan getməyimi də. Belə deyək də, düz yola istiqamət verdi mənə İslam. Dəyişmək, yəni çox şey öyrətdi, belə deyim də. Qardaş, İslam həyatında nəyi dəyişdi? İslam həyatımda hər bir şey dəyişdi. Ən əsasında insanın yaşamının bir mənası olduğunu, həyata gəlməyinin bir mənası, bir amacı olduğunu öyrətdi. Sosial münasibətdə də, ailə münasibətində də, bir çox şeylərdə də mənə ölçünü, necə davranmaq lazımdır onu öyrətdi. İnsan Rəbbindən qəflətdə yaşayanda həqiqətən itki içərisindədir. Ona görə Rəbbimin dini mənə hər şeydə, həyatımın hər sahəsində bir qatqı etdi. Elhamdülillah ki, bu yol üzərəyəm, haqq yol üzərəyəm. Rəbbimi sevərək və onun sevgisi ilə, onun rızası ilə, onun xatirinə, onun xətrinə hər şeyi sevərək yanaşanda insan həqiqətən xeyir içərisində olur, itki içərisində olmur. Ona görə dinim mənim həyatımda yəni hər bir şey dəyişib. Qardaş, İslam həyatında nəyi dəyişdi? İslam mənim həyatımda namazlar sayəsində, namazlar vasitəsilə mənim zamanlarımı plana saldı. Yəni planlama işini İslamla mən düzəltdim. Fərhad qardaş, İslam həyatında nəyi dəyişdi? İslam həyatımda hər şey dəyişdi. Sıfırdan yəni. Allah əmd olsun. Assalamu alaikum. Və aleykümselam və rəhmətullahi və bərəkatuhu. Əvvəl qardaş, İslam həyatında nəyi dəyişdi? İslam gəlməzdən əvvəl mən çox təkəbbürlü bir insan idim. Amma İslamı qəbul edəndən sonra İslam mənim nə qədər aciz olduğumu mənə öyrətdi. Rasulullah sallallahu aleyhi və səlləmin belə bir sözü var. Qəlbində zərrə qədər təkəbbürlü olan şəxs cənnətə girə bilməz. Mən Allaha sığınıram təkəbbürlükdən. Abi, İslam həyatında nəyi dəyişdi? İslam həyatımda mənim çox şey dəyişdi abi. Deməli, baxışımı dəyişdi, danışığımı dəyişdi, yerişimi dəyişdi, oturuşumu dəyişdi, hər bir şeyi dəyişdi İslam mənim həyatımda. Düşüncəmi dəyişdi, içimdəki nəfsimi dəyişdi, xasiyyətimi dəyişdi. Allah əmd olsun, müsəlmanam. Elhamdülillah. Allah razı olsun səndən.